Sabahınız xeyir olsun bir daha. Avto FM'də şəhər adamına başlayırıq. Bu dəfə biz fərqli və çoxdan belə istədiyimiz bir mövzu var idi. Danışmaq niyyətində idik. Peşə təhsili ilə bağlı. O istiqamətdə söhbət açacağıq. Peşə təhsili üzrə Dövlət Agentliyinin PR və kommunikasiya üzrə sektor müdiri Aytən Səfərəliyeva studiyamızın qonağıdır. Sabahınız xeyir olsun. Xoş gəlmisiniz. Sabahınız xeyir. Xoş gördük. Xoş gördük, xoş gəlmisiniz. Xoş gördük. Aytən xanım, əslində peşə ümumiyyətlə çox geniş və bununla bərabər həm də çox maraqlı bir istiqamətdir. Əvvəla mən həmişə yadıma gəlir o dövrlərdə, Sovet dönəmində, hardasa bir 50 il bundan qabaq, 40 il bundan qabaq, 60 il bundan qabaq insanlar sanki peşələrə daha maraqlı idilər. Yəni bilmirəm, xatırlayırsınız, məsələn mənim valideynlərim danışırdılar, dedilər ki, məsələn peşə məktəbləri çox aktual idi. Sonra Sovet dağılandan sonra 90-cı illərdə sanki peşə məktəbləri bir balaca bu məndə axsamağa başladılar. Aktuallığını itirdilər. Amma son bir yalan olmasa bir 10 ildə, bəlkə bir 7 ildə yenidən aktuallaşıb və bununla bərabər bəlkə də dünyaya açıldıq deyə insanların gözü açıldı ki, məsələn dünyanın müxtəlif ölkələrdə müxtəlif peşəkarlara böyük ehtiyac var və onların qazandığı qazanclar çox böyükdür. İstərəm ki, bir balaca bu yöndə danışasınız, ondan sonra keçək digər tərəflərə. Çox gözəl vurğuladınız. Çox təşəkkür edirəm belə geniş təfərrüatlı giriş üçün. Peşə, bəli, peşə ümumiyyətlə necə başlamaq istəyirəm mən? Peşə elə bir bacarıqdır ki, peşə bilən adam dünyanın hər yerində həmin peşəsi ilə pul qazana bilir. Yəni adam batmayacaq. Peşən varsa batmayacaqsan. Bəli, peşən varsa batmırsan. Sən burada da dərzisən, Amerikada dərzisən, bəli. Avstraliyada da, hər yerdə dərzisən. Özü oralarda daha yaxşı pul qazanırsın. Bəli, bəli. Yetər ki, sən özünü vaxtında tapasan. Bəli. Biləsən ki, sənin əl bacarıqların, əl yatığın hansı istiqamətə gedir? Bizim əllərimiz bizim beynimizin uzantısıdır da. Biz beynimiz gedir, beynimiz siqnal verir, əllərimiz gedir. Biz bunu vaxtında kəşf eləyəndə özümüzü də, yolumuzu da vaxtında kəşf eləyirik və bilirik ki, hə, mənim missiyam bu həyatda budur. Bəli. Uşaq kəşf eləyə bilərmi özünü? Müəyyən mənada kəşf eləyə bilər. Güclü tərəflərini valideyn izləyir. Bəli, yönləndirməlidir. Valideyn bilməlidir ki, bu uşaq harda güclüdür, harda zəifdir, nəyi güclü eləyir, nəyi zəif eləyir. Biz bugün, yəni içmən qarşı valideynlər, biz istəyirik ki, biz özümüzün yaşamadıqlarımızı uşaqlar görsün. Uşaqların hamısını Einstein görmək istəyirik. Uşaqların hamısını, bilməm, alim görmək istəyirik. Bəli. Amma biz uşaqları izləməyi unuduruq. Biz uşaqları izləsək vaxtında, bacarıqlarını görsək, onların o əl bacarıqları da, məsələn, nəyə meyillidir? Ümumiyyətlə bacarıqlarına. Ümumiyyətlə insan boş vaxtında nə iş görürsə, deməli insan odur. Amma bir məsələ var da, müasir dövr, müasir yanaşmalar fərqlidir. İndi biz bəzi peşələrin aktuallığının itdiyini görürük. Bu müasir texnologiya, süni intellekt falan deyirlər ki, bəzi peşələri sıradan çıxardır. Azərbaycan bu sahədə necə addımlayır ki, o aktuallığını itirəcək peşələrə cəmaət vaxt itirməsin indi? Əmək bazarının dəyişən tələbləri var və agentlik həmin dəyişən tələblərə uyğun ixtisasları müəyyən eləyir və o ixtisaslar çıxarılır imtahana qəbula. Hansı ixtisaslar ki, məsələn, 3D dizayndır, interior dizayndır, qrafik dizayndır, IT mütəxəssisləridir, texniki tərəfdən. Turizm mütəxəssisləridir, PR kommunikasiya bacarıqları olan mütəxəssislər yetişdiririk. Hansı ki, bu ixtisaslar, bu il, məsələn, biz 10 yeni ixtisas çıxardıq. Hansılar bunlar? 10 yeni ixtisas, bu bayaq dediyim kimi IT mütəxəssisləridir. Bu 3D oyun mütəxəssisləridir. İKT mühəndisləridir. Bunların hamısı texniki tərəflərdir. Və maraq çoxdur, düzdür? Maraq çoxdur. Təbii ki, aşbazlığa da maraq çoxdur, belə deyək də. Bu aşbazlıq elə bir ixtisasdır ki, bu istənilən dövrdə öz aktuallığını itirməyəcək. Hə də insanlar həmişə restorana gedir, həmişə qidalanırlar da. Rəhman mənim bayaq vurğuladığı bir məqam var ki, köhnə ixtisaslar. Təbii ki, kim deyir ki, sənə köhnə ixtisaslarla o ixtisasları saxla? Bu dəqiqə mexanika lift ustası varmı? Yoxdur. Mexanik liftlər var? Yoxdur. Biz o ixtisası niyə saxlayaq? Bağlanır həm də, hə? Saxlamırıq, əvəzləyirik. Dəyişən əmək bazarının tələblərinə uyğun həmin ixtisaslar təzələnir.
və bu hər il təkrarlanır. Keçən il 9 ixtisas idisə, bu il 10-dur. Bircə saniyə. Məsələn, bu sizin dediyiniz məsələdə belə çıxır ki, onda liftlərə baxan adamlar tamam başqa insanlardır. Onlar proqramistlərdir. Yəni anlamadım. Yəni bu axı lifti də düzəldən adamlar olmalıdır, yox? Yəni Artıq onlar bunlar avtomatlaşdırılır və avtomatlaşdırmaya məsul texniki işçilər yetişdirilməlidir də. Yəni bu Həmin o texniki işçilər lazım onda trosu da bağlayacaqlar da. Çox güman ki. Belə faktorda. Trosla. İndi tros bağlanmır da. Tros bağlanmır. əvəzlənir. Misal üçün, yəni bizim köhnə binalarda elədir. Əslində çox yaxşıdır. Yəni bu cür olması, peşə agentliyinin xüsusi olaraq bunları araşdırması çox əladır. Yəqin ki, beynəlxalq təcrübə sizə daha çox bu mənada kömək olur və siz araşdırırsınız dünyada hansı peşələr var, yeni peşələr hansıları, düzdürmü? Yəni bu mənada həqiqətən çox işlər var görməyə və əminəm ki, mən dəfələrlə peşə agentliyinin Bir Peşənin Sirri adlı tədbirlərində iştirak etmişəm və oradakı insanların marağını görmüşəm. Müxtəlif yerlərdə, məsələn, İçəri şəhərdə bir dəfə keçirilib, bir dəfə 8-ci kilometr bazarına yaxınlığında olan parkda, Heydər Əliyev parkında keçirilmişdi. Bir neçə dəfə olub bu və insanların maraqlarını görmüşəm. Həm bəylər, həm xanımlar çox maraqlıdırlar. Hətta valideynlər o Bir Peşənin Sirrinin tədbirinin keçirilməsinə, bu festivalın keçirilməsinə əsas məqsəd onu insanlara tanıtmaqdır ki, bu peşələr var, bu peşələrə gəlin. Valideynlər özləri gəlirdilər ki, mən istəyirəm ki, övladım aşbaz olsun və yaxud nə bilim toxuma işlərlə məşğul olsun və bu yöndə həqiqətən çox belə maraqlı idi ki, agentlik əlindən gələn edirdi ki, mütləq şəkildə gözəl keçsin. İstəyirəm ki, bax bu təşviqatından, bununla bərabər təbliğatını necə aparırsınız? Ümumiyyətlə agentliyin peşə məktəblərinə, peşə müəssisələrinə, peşə ixtisaslarına, peşəyə təşviqat və maraq yaratma üsullarından, alətlərindən bir neçəsi ki, biri də o bayaq dediyiniz layihə idi, Bir Peşənin Sirri. Lakin bununla yanaşı biz açıq qapılar çox tez-tez keçiririk. Biz məktəblərin, orta məktəblərlə işləyirik. Biz peşə təhsil müəssisələrini PR-ını aparmaq üçün birbaşa məktəblərlə ünsiyyətdəsiz də. Nəinki ünsiyyətdə, bu təşviqatın içində tez-tez açıq qapıları keçirilir. Bu açıq qapılarda ixtisaslarınız barədə danışılır. Bu açıq qapılarda tək uşaqlar üçün yox, bizim hədəf kütləmiz kontentə uyğun olur. Hədəf kütləmiz həm də valideynlər olur. Ki, bax, bu ixtisaslarımız var. Sən uşağı bu istiqamətdə yönləndirə bilərsən, kəşf edə bilərsən və yaxud da istiqamət verə bilərsən. Beynəlxalq təcrübəyə gələndə, bayaq vurğuladığımız, məsələn, mənim çox xoşuma gəlir Finlandiya təcrübəsi. Aha, nə var mənim çox xoşuma gəlir Almaniya təcrübəsi ki, biz Almaniya təcrübəsində özümüzdə tətbiq edirik, təcrübədən keçiririk. Məsələn, dual təhsil modeli var. Azərbaycanda dual təhsil modeli var. Çox geniş yayılıb. 2024-cü ildə 1273 nəfər dual peşə təhsilinə cəlb olunmuşdu. Sırf dual. Dual peşə nədir deyəcəm indi. Dual peşədə həftənin 5 günü dərsdirsə, bunun 3 günü iş yerində işdir. 2 günü tədrisdir. Nəzəriyyədir. 25-26-cı tədris ilində 1777 nəfər artıq dual tədris modelindən məzun olmuş uşaqlarımız var. Bunlar nə edirlər? Bunlar 3 gün işləyirlər, işə götürənlərlə birlikdə 3 gün işləyirlər, 2 gün dərs oxuyurlar. Bu 3 gündə, bəli, bu 3 gündə artıq bunlar həmin o işə götürən müəssisədə, işə götürənin müəssisəsində bizim o yumşaq bacarıqlar dediyimiz soft skills. Bəli. Bunu öyrənirlər. Kollektiv bacarıqları öyrənirlər. İşin müəyyən strukturunu bilirlər. İşin nədən ibarət olduğunu bilirlər. Təcrübədən yanaşı, təcrübə ilə yanaşı. Həm də təcrübə keçirlər də. Artıq o müəssisənin təcrübəçisi olur. Bəli. Və işə götürən onu işə götürməkdə maraqlı olur. Bizdə necədir bəs? Bizdə həmin stildir. Mən indi hal-hazırda bizim stildən danışıram. Dual təhsil modelinin Yox, bu stilindən danışıram. Bizdə işə götürmə prinsipləri biraz fərqlidir də. Biz görürük HR-ların yanaşmasını, nə bilim fərqli şirkətlərin yanaşmasını. Misal üçün siz Almaniya təcrübəsini vurğuluyursunuz. Biz tam oturta bilmişik o təcrübəni burada. Bəli, bizim dual təcrübədə, bizim dual tədris modelində bu sistem tam oturtulub və bu sistemlə işləyirik. Yəni işə Rəhman demək istəyir ki, işə götürəni qane edir bu, 3 gün işləməsi. Bəli. Bu 3 gün tədris müddətində işləyir. Daha sonra bitirir dərsini, diplomunu alır, gedir ora işə. Yəni adam əslində bilir ki, məktəbi qurtarıb işləməyə yeri var. Bəli, məktəbi qurtarıb ora gedəcək. Müəssisə qazanclı olur. Yəni bu o 3 gün onun əmək işi deyil. 3 gün onun təhsil müddətidir. Təhsil müddəti var da 1 illik, 2 illik, 3 illik, 4 illik.
Bitirəndən sonra diplomunu alır, yenidən həmin müəssisəyə maraqlı olaraq gedir. İşə götürən də onu götürməyə maraqlıdır. Burada bizdə dövlət müəssisələri daha çox iştirak edir, yoxsa özəl müəssisələr? Demək olar ki, hər iki, amma özəl müəssisələr daha çoxdur. Bir də mən çox Özəl müəssisələr daha çoxdur? qismən. Nə maraqlı. Mən düşündüm ki, Daha çox olması, bizim indi rəqəmlərimiz də o qədər yüksək deyil doğalda, amma daha çox olması üçün istəyirik, çalışırıq. Çünki özəl müəssisə, bizim məsələn marağımız nədir? Özəl müəssisələr götürsün işi. Həmçində dövlət. Finlandiya modelində necədir? Mən Finlandiya modelini çox bəyənirəm. Finlandiya modelində peşə də, ali məktəb də hər ikisi prestijlidir. Heç birinə fərq qoymur. Bizdə Bəli, bizdə böyük fərq var. Fərq var da. Bütün valideynlər istəyir ki, uşağım universitet bitirsin. Amma Finlandiya modelində necədir? Sən peşə məktəbinə də girsən, universitetə də girsən, sən hər iki istiqamətdə prestijli yol seçirsən özünə. Məktəbi bitirirsən, gedirsən universitet hazırlığına. Oxumursan, hazırlığına getsən, sonra universitetə girsən. Peşə seçəndə isə gəlirsən məslək okullarına. Peşə məktəblərinə. Burada Finlandiya modelində necədir? Hoks deyirlər. Hər bir şagirdə, hər bir abituriyentə, hər bir peşəyə gəlmək istəyənə fərdi model tətbiq olunur. O uşağın bacarıqları, biliyi diaqnostika olunur. Diaqnostikadan sonra məsələn Rəhman, Aytən, kimsə bu hansı istiqamət üzrə verimli ola bilər? Nə istiqaməti bunda? Beyninin hansı istiqaməti inkişaf edib? O istiqamətdə artıq ona tədris, təlim metodu tətbiq eləyib o uşağı peşəyə öyrədirlər. Onda o uşaq seçmir də peşəni. Onlar uşağı istədikləri istiqamətə yəni qoyurlar. Seçir deyəndə o istiqamət verir. Sən artıq bilirsən ki, məsələn sən bilirsən ki, məsəl üçün sən güclü yaza bilirsən və sən bundan yaxşı pul qazanacaqsan. Sən bunu qoyub gedib tutaq ki, hansısa bir radioda bolt qayqa düzəldən işləmək istəyirsən, orada da cüzi maaşı. Xeyr. Sən biləcəksən ki, sən burada yüksək dəyərləndiriləcəksən, yüksək maaş alacaqsan, bir də işinin peşəkarı olacaqsan. İşin peşəkarını onsuz da hər yerdə ehtiyac var. Onsuz da hər yerdə güclü və böyük məbləğləri gözləyir. Bəs maraqlıdır ki, rəqəmlərdə bir dəyişiklik var qəbulla bağlı. Bəli, rəqəmlərdə kifayət qədər dəyişiklik var. Son 10 ilin göstəriciləri də bunu deyir. Bildiyiniz kimi 22 iyuldan 11 avqust ərəfəsində peşə təhsil müəssisələrinə tələbə qəbulunun birinci mərhələsi keçirildi. İkinci mərhələ 26 avqustdan 2 sentyabra kimi, daha sonra üçüncü mərhələmiz oldu. Ümumilikdə bu il 46789 nəfər peşə təhsil müəssisələrinin qəbul müsabiqəsində iştirak edib. Rəqəmə baxın. 46789. Bu ötən ilə müqayisədə təxminən bir 25-30% fərq deməkdir. Yəni 2024-cü ildə bu rəqəm 36693 olub. 2021-ci ildə 16590 nəfər qəbul olunmuşdu. 2021-ci ildə bu rəqəm. 2025-ci ildə bu rəqəm 27021 nəfərə yüksəlib. Yəni qəbul nəticələri artıq həm də peşə təhsil müəssisələrinə marağın göstəricisidir. Bizim göstəricilərimiz nədir? Statistika. Bizim rəqəm, yəni bizim nəticəmiz, bizim ortaya qoyduğumuz nəticə bizim rəqəmlərimizdir. 78, hazırda 78 peşə təhsil müəssisəsində 152 ixtisas üzrə 41429 tələbə təhsil alır. Peşə təhsil müəssisələrində tələbə qəbul prosesində yüksək texniki peşə təhsil səviyyəsi üzrə 2590 nəfər qəbul olubdur. 2021-ci ildə müqayisədə 2025-ci ildə müraciətlərin sayı 2 dəfədən çox artıb. 113% artıb. Maraqlıdır. Nədir səbəb artmağı? Səbəb təşviqat, güclü təşviqat və insanların fərqindəliyi. Ağa bir suala da istəyirdim. Artıq başa düşürlər ki, bu çox vacibdir. Bir suala da istəyirdim aydınlıq gətirək. Bir də beynəlxalq təcrübələr. Beynəlxalq təcrübəni bizim insanlar görür artıq. Abşeron yarımadası, xüsusən də Bakı, Sumqayıt, bu iri şəhərlər, bir də bölgələr, məsələn. Deyəcəydim elə, gedir. Məsələn, Bakıda vəziyyət necədir? Peşə təhsilinə yönəlmək baxımından, bölgələrdə vəziyyət necədir? Ümumiyyətlə sayı rəqəmləri biz ifadə edəndə bölgə və paytaxt arasında böyük fərqlər varmı? Belə deyim də, bölgə və paytaxt arasında elə güclü fərqlər yoxdur. Yəni Bakıda da peşə təhsili ilə bağlı maraqlı olan adamlar çoxdur. Bəli, çoxdur. Bölgələrdə həmin yerin infrastrukturuna, həmin yerin tələblərinə, həmin yerdə hansı iş qazana biləcək bu uşaq. Məsələn, Mingəçevirdə daha çoxdur, yəni belə çıxır yoxsa? Su elektrik stansiyası var orada. Bərdədə daha çoxdur. Aha. Cəlilabadda daha çoxdur. Bizim çox gözəl STEM mərkəzimiz var Bərdədə. Bərdə təhsil
peşə mərkəzində, STEAM mərkəzimiz var. Orada kifayət qədər həm güclü uşaqlar var, həm də çoxdur müraciət. STEAM məsələn tutaq ki, Rəhman bilir, mən bilirəm və ola bilər ki, lokal insanlar bilsinlər də STEAM nədir. İstəyirdik ki, biz STEAM haqqında məlumat verəsiniz. Çünki bu bildiyimə görə texnoloji yeniliklərin gətirildiyi və müxtəlif avadanlıqlarla təmin edilmiş peşə məktəbləridir. Düzdürmü? Çünki bəziləri ola bilər ki, anlamasınlar STEAM nədir. Çünki bilirəm ki, son texnologiya robotların falan hazırlanması falan hər biri orada baş tutur. Çox gözəldir, çox gözəl bir təbliğatdır və əminəm ki, uşaqların buna olan maraqları getdikcə artır. Xanımlar, yəni qız övladları yoxsa oğlanlar daha çox maraqlıdırlar peşə məktəblərində? Məsələlərdir. Məsəl üçün, rəqəmlər bizə deyir ki, bizim bu il gender balansımızda qadınlar 40% təşkil edib. Bu bizə hədəf qoymuşdu 30%. Əslində yaxşıdır. Yaxşıdır əlbəttə. Çox yaxşıdır. Bu il daha yüksəkdir. Məsələn, 2021-23-cü illər arasında bu rəqəm 20-30% arasındaydısa, bu il artıq 40%-dir. Ən populyar peşə hansıdır bəs? Ən populyar peşə aşpazlıq. Aşpazlıqdır. Amma biz yağ xalqıyıq. Bizim üçün yemək həmişə də birdir, yəni hər şeydən öncə. Neyinirik bu gün? Harda elə gedək birinci? Yemək yeyək ondan sonra. Aşpazlıq da ondan sonra təbii ki birinci. Aşpazlıqdır, dərsidir. Aha. Daha çox 3D oyunlar, İKT mühəndisliyi. Hal-hazırda bu il bizim yeni ixtisas olaraq çıxardığımız tədbirlərin keçən də var idi bu, əslində bu ildə çıxartmışıq. Tədbirlərin təşkilatçısı PR və kommunikasiya istiqamətində tədbir təşkilatçılığı ixtisası var. Maraq var. Bəli, maraq çoxdur. Texniki ixtisaslara daha çox maraq var. İstər qız, istər oğlan. O yaradıcı sahə deyil biraz, tədbirlərin təşkili falan. O üzrə, ixtisası o üzrə alınır. Yəni sırf texniki deyəndə biz burada məsələn kapot bərkitməkdən getmir də. O istiqamətdə də tədbir təşkilatçılığı istiqamətində ixtisasımız var və müraciət də var. Yaxşı sahədir. Yaxşı sahədir. Sadəcə biz ölkəni nəzərə alsaq və belə dərinə getsək, düşünərsən ki, yəni ölkədə nə qədər tədbir var ki, yox, ümumiyyətlə bütün qurumlarda demək olar ki, tədbir təşkilatçılığı ilə bağlı bir şöbə fəaliyyət göstərir. O şöbənin də nə qədər əməkdaşı və rəhbəri, bunu da sən nəzərə al. Yox, mən sənə razı deyiləm. Sırf lokal tədbirlərdən getmir. Daha doğrusu beynəlxalq tədbirlərdən getmir, lokal tədbirlərdən getmir, ümumi tədbirlər. Biz təbii ki, hər zaman istəyirik ki, peşəkarlar çox olsunlar, amma bu peşəni də xüsusi olaraq belə deyək də həmin o peşə məktəblərindən başlayır da. Bayaqlar Rəhman bu barədə danışırdı ki, əvvəl bir o qədər yaxşı vəziyyətdə deyildi həmin məktəblər. İndi nələr dəyişib? Söhbət təbii ki, buradakı şəraitdən gedir. Bayaqlar siz dediyiniz məsələn STEM mərkəzlərinin açılması falan onlar yaxşıdır. Daha hansı yeniliklər var? Nə yeniliklər mövcuddur? Belə deyək də, peşə təhsilində infrastrukturun yenilənməsi, genişləndirilməsi istiqamətində kifayət qədər mühüm addımlar atılıb. Əsaslı təmir Füzuli Dövlət Peşə Təhsil Mərkəzində yenidən qurma işləri davam etdirilir. Eyni zamanda Zəngilan, Qubadlı, Ağdam rayonlarında yerləşən müəssisələr üzrə layihələndirmə işləri aparılır. 2025-ci il ərzində 15 peşə təhsil müəssisəsində 21 imalatxana təmir və yenidən qurma işləri həyata keçirilib. Bir də əlavə olaraq 8 müəssisədə hal-hazırda cari təmir işləri gedir. Bir də bu yaxınlarda biz açılışını elədik. Texnika texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bərpa olunan enerji ixtisasları üzrə bir mərkəz quruldu orada. O mərkəzdə texniki avadanlıqlar təmin olundu. Açılışını elədik. Bütün media nümayəndələri onu işıqlandırdı. Geniş marağa səbəb olundu, geniş kütləyə səbəb olundu. O məktəbin qəbul planına da təsir elədi. Çünki müasir avadanlıqlar və müasir ixtisas idi. Əslində müasir insanları daha çox cəlb edir də. Cəlb edir, yəni dəyişən əmək bazarı odur da. İnsanlar nə istəyir? Pul qazanmaq. Doğrudur. Yəni bütün hamısının məqsəd birdir. Məqsəd odur. Asan, rahat, istiqaməti üzrə və ən yaxşı bildiyi iş üzrə. Təəssüf ki, bəzən seçimlərdə ən yaxşı bildiyimiz iş üzrə yox, trend üzrə gedirik. Ona görə də biz ən yaxşı bildiyimiz işi uşaq vaxtından kəşf eləməliyik. Buna görə biz təşviqat istiqamətimizin biri də kontentimiz də valideynlərdir. Valideynlər bilməlidir ki, uşağı hara yönəltmək lazımdır. Uşaq yorulmasın. Bir də uşağı öz halına buraxmaq lazımdır. Yəni uşaq özü bilsin ki, nə istəyir. Ona yeritməsin ki, sən
həkim olasan. Həkim ol. Ona yeritməsin ki, sən nə bilim, həkim də yaxşıdır. Həkimlik pis sayılır. Yox, pis deyil. Sadəcə hamı həkim ola bilməz də. Yəni Hər bir adam adamın həkim ola içində bilməz də. olmalıdır. Yox, gələndə ürəyə gedən adamlar var. Biz onu niyə məcburən həkim eləyək? Yavaş-yavaş da sonra ürəyə gəlməyəcək. Aytən xanım, sonra nəyə təəssüf deyirsiniz? Baxın, sizin məsələn deyirsiniz ki, təəssüf ki, falan şeydir, falan da təəssüf. Sonra nə təəssüf? Yəni sonra nədən narahatsınız? Yəni bu mənada. Təbii ki, peşə məktəbləri və digər məqamlarla bağlı. Peşə məktəbi hal-hazırda biz necədir? Hal-hazırda bizim istər rəqəmlərimizdə, istər infrastruktur layihələndirməmizdə mən artan dinamika, yəni bu rəqəmlər deyir, artan dinamika var. Yəni bir yerdə durmaq özü bir belə deyək də, özü bir günahdır bir yerdə. Bəli də. Bir yerdə durmaq olmaz ki, durmuruq da. Amma ən çox istədiyim, düşündüyüm, mən fərdi olaraq düşündüyüm özəl müəssisələrin peşə təhsil müəssisələrinə marağının çox olmasıdır. Onlar nə qədər çox maraq göstərsələr. Buna təəssüf edirsiniz ki, etmirlər, düzdürmü? Maraq etmirlər. Edirlər, amma daha yüksək səviyyədə etsələr bizə də rahat olar. O, məsələn, bayaq danışdığımız Finlandiya modelində onlar işə götürənlərlə o qədər sıx işləyirlər ki, onların tədris metodologiyalarını, kitablarını işə götürən yazır. İşə götürənlə birgə yazırlar. Və biz də istəyirik ki, işə götürən özü bildirsin ki, mənə bu ixtisas üzrə öyrət. İxtisas yox, bu istiqamətləri öyrət. Mənim burada bu şöbəmdə bunun tədrisini istəyirəm. Bu tədrisi alan mütəxəssis istəyirəm. Mən də onda anlayım ki, bəli, mən sənə bu cür mütəxəssis verim, sən onu rahatlıqla, asanlıqla işə götür. Aha. Təbii ki, burada əsasən də həmin o bayaq danışdığınız prestij məsələsi var ki, siz Finlandiyada buna o qədər prestij ediblər ki, peşə məktəblərini və ümumiyyətlə peşəni özünü. Məsələn, dəfələrlə eşitmişik ki, yəqin ki, hamımız bunu eşitmişik. Amerikaya gedən hər hansı bir peşəkar, bu istər dərzi olsun, istər nə bilim, avtomobil təmiri ilə məşğul olan olsun və yaxud digər insanlar olsun, onlar çox böyük tələbat var və onlara çox böyük məbləğlərdə pullar ödəməyə hazırdılar. Və bu bir çox ölkələrdədir ya. Yəni bizdə bir balaca bu əməyə, xüsusi olaraq o əl qabiliyyəti var da. Adam var ki, məsələn, hətta evdə hansısa bir işləri özü görür, amma adam da var ki, ümumiyyətlə heç bilmir ki, atverkanı necə tutmaq lazımdır. Təbii ki, bu prestijə mindirmək üçün nə etmək lazımdır bəs? Prestijə mindirmək üçün hansı işlər görülməlidir? Müxtəlif təşviqat üsulları tətbiq olunur. Bu cəmiyyətə təsir etmir. Əvvəla müəyyən etmək lazımdır ki, biz hansı kütləyə işləyirik. Təbii ki, valideynlərə işləyirik, bir də uşaqlara işləyirik. Bəli. Biz o kütlənin düşüncə tərzini dəyişməliyik. Yəni, məsələn, mənim nənəm uzun illərin pedaqoqu idi. Bəli. Uzun illərin pedaqoqu. Həmişə deyirdi ki, təhsilin olacaq, amma təhsilinlə yanaşı bir qabiliyyətin olsun, bir bacarığın olsun. Hə, çox vacibdir. Həmişə bir bacarığın olsun, yəni. Məsələn, mənim nənəm 90 yaşında rəhmətə gedib, amma görün bunu neçə il bundan qabaq deyil. Həmişə bir bacarığın olsun. Demək ki, bu təfəkkür tərzindən asılı bir şeydir. Bu hər hansı bir ölkədən, ərazidən, regiondan asılı deyil. Üz üstədə siz işdən çıxa bilərsiniz, işdən azad eləyə bilərlər. Əlinizdə hər hansı bir sənət varsa, siz heç vaxtda yəni evdə küncdə qalmayacaqsınız. Durub o sənətinizin dalıcan gedib, yenə də özünüzə pul qazana biləcəksiniz, ailənizi saxlayacaqsınız. Amma bu istiqamət də artıq o dediyiniz izah da artıq biraz belə deyək də köhnəlmiş deməyək də nostalji izahdır. Bəli. İndi ona köklənmirlər. İndi artıq məsələn mən həmişə deyirəm ki 10 il gələcək, 15 il gələcək, 20 il gələcək, sərhədlər itəcək. İndi necə dillər itir? Dillər itir. Hamı bir-birinin başı. Fikir versiniz, hamı bir-birinin başa düşür. Dil bilməsən belə danışa Dil bilməsən belə Alman, Norveç, İngilis, hamısı bir-birinin başa çox qəribə şəkildə hamı bir-biri ilə ünsiyyətini aparır, başa düşür. Birazdan o sərhədlər də itəcək. Siz kosmopolitsiniz deyəsən. Mən kosmopolit adamam. Mən də kosmopolitam, amma ki bu bizim sadəcə ümidlərimizdir və xəyallarımızdır. Mən inanmıram ki 20 ildən sonra. Siz Aelita əsərini oxumusunuz? Oxumuşam. Aelitada yəni neçə ilin əsəridir. Orada bugün telefonlar orada təsvirini gördünüz. Bəli. Biz bunu ancaq Aelitada oxuyub gülürdük. Bəli. Bizə sadəcə bu hansısa bir ümumiyyətlə 10 il sonraki, 20 il sonraki inkişaf modelini görmək istəyən adam bugün 10 il bundan qabaq yox.
bu gün yazılan fantastik əsərlər oxusun. Elmi, bədii fantastik əsərlər oxuyun. Və Oxumaq lazımdır. Yəni biz- özüm qarışıq. biz ona orada xüsusi olaraq peşəyə gəlib çıxırıq hardasa. Bəli. Onda dur gedək peşə oxuyaq. Gedək Deyək peşə peşə Hamı, peşə ümumiyyətlə alaq. hamı peşə öyrənsin. Amma Bəli. burada bir məqam da var da, sən peşəni kimdən öyrənəcəksən? Gəlin bir peşə məktəblərinin müəllim heyətindən də danışaq, kadrlarından da söhbət açaq. Çatışmazlığımız varmı? Ümumiyyətlə peşə məktəblərində kimlər dərs deyir? Hansı şərtlərlə onlar peşə məktəblərinə qəbul edilir? Var problem bizdə bu barədə? Peşə məktəblərinə qəbul portal üzərindən aparılır və Təhsil Nazirliyinin elan elədiyi elanla müsabiqə ilə imtahandan keçirlər. Öncə bizim hal-hazırda yox, ötən gün bizim imtahanımız oldu. Yəni Təhsil Nazirliyinin təşkil elədiyi imtahan keçirildi. O imtahandan müsabiqədən keçən adamları dəvət edirik. Daha sonra müsahibə mərhələsi olur. Daha sonra artıq onlar seçimə, yəni özləri fəaliyyətə başlayırlar. Peşə müəllimi, mən məsələn peşə müəllimə belə deyək də, peşə müəllimdən daha çox şey gözləyə bilərəm. Amma peşə müəllimi nə verə bilir? Sual budur. Bizim gözləntilərimizlə o üst-üstə düşə bilirmi? Biz onu, məsələn, sən beynəlxalq təcrübəyə yiyələn və gəl o beynəlxalq təcrübəni peşə məktəblərinin, peşə tələbələrinə bildir. Bu bugünkü gün üçün nə qədər realdır? O peşə müəllimi haran bitirir? Hansı ixtisası bitirir? Hansı ixtisasda mənim tələbəmə faydalı ola bilər? Bax bu suallar bu gün bizim həm belə deyək də narahatlıq yerimizdir, həm də təşviqatı hansı istiqamətdə aparmağımız üçün bir açardır. Ki biz peşə müəllimlərindən də nə gözləyirik, nə istəyirik və onları hansı istiqamətdə yönləndirməliyik? Çatışmazlıq var ümumiyyətlə? Hansı peşə sahəsi üzrə, yəni hansı peşə müəlliminin çatışmazlığını hiss edirik? Xüsusi bir rəqəm deyə bilməyəcəm. Xüsusi bir ad da deyə bilməyəcəm. Çünki belə deyək də yoxdur. Yoxdur demək olmaz. Yoxdur demək olmaz. Amma hansı istiqamətdə bunu deməkdə biraz çətinlik çəkir. Çətinlik çəkir. Yəqin ki, gələcəkdə bununla bağlı müəyyən məlumatlar ola bilər, ictimaiyyətə açıqlansın. Yox, ümumiyyətlə tələbə müəllim kontekst peşə məktəblərində belə də tələbə, müəllim, usta. Bunlar üçü bir yerdə fəaliyyət göstərirlər. Daha çox uşaqlar ən çox harda həvəslənir? Müəllim onlara can yandıranda, müəllim onları təcrübəyə öyrədəndə, müəllim onlara əl bacarıqlarını inkişaf etdir, bunu işlə deyəndə ki, bizdə də elədir. Bu istiqamətdə, bəli, peşə müəllimlərinin effektiv rolunu mən dual təhsil modelində görürəm. Onlar uşağı həm işlədirlər, həm təcrübə öyrədirlər, həm də tədrisini verirlər, nəzəriyyəsini verirlər. Bugün həqiqətən baxanda, dünyaya baxanda, ölkəyə baxanda, qlobalda insanlar hər zaman istəyirlər ki, daha çox belə maraqlı təcrübələri əldə etsinlər. Siz bayaqlara açıq qapı məsələsinə toxundunuz. Bu açıq qapıdan istəyərdim ki, bir balaca danışasınız. Bu cür məsələn açıq qapılar deyəndə valideynlər və yaxud nə bilim deyək ki, 6-cı sinifdə oxuyan uşaqlar filan şagirdlər gələ bilirlərmi bu açıq dərslərə? Ümumiyyətlə açıq dərslər nə dərəcədə lazımlıdır və nə qədər tez-tez bu baş verir? Açıq dərslər deyəndə açıq qapılar nəzərdə. Açıq qapılar daha doğrusu. Açıq qapılar. Açıq qapılarda sinif məhdudiyyəti yoxdur. Hara istəsən gələ bilərsən, baxa bilərsən. Hansı sinifdən istəyirsən gələ bilərsən. Açıq qapı bizim ümumiyyətlə tədris ili başlanandan bütün müəssisələrin özünün bir kommunikasiya strategiyası var. Bəli. Hər biri müəyyən günlərdə agentliyə məlumat verməklə, agentliyin göstərişi ilə açıq qapı günü elan edir. Kimlər məlumat verməklə? Məktəb yoxsa? Məktəb özü açıq qapı günü keçirir. Öncədən bu barədə məlumat verir. Kimə verir məlumatı? Mətbuata? Bizə. Məlumat işıqlandırılır, elan olunur. Elandan öncə də xüsusi broşuralarla, xüsusi vasitələrlə həmin məktəblərə məlumatlar ötürülür. Regionda olan məktəblərə. Məsələn, açıq tutaq ki, açıq qapı Bərdədə keçiriləcək. Bərdə peşə təhsil mərkəzinə keçirilir. Artıq Bərdə bununla bağlı alətlərdən istifadə edir. Məktəblərə nümayəndə göndərir, broşurlar göndərir, media vasitəsilə, media alətləri vasitəsilə. Və bu çox yaxşı təsir göstərir, yox? Bizim ən effektiv üsullarımızdan biri
promot üsullarımızdan, açıq qapılardır. Çox qəşəng, effektiv təsir göstərir. Çox maraqlı da keçir. Çünki valideyn gəlir, şəraiti görür, Bəli, gözəl şəraitə baxır, görür ki, nə Və yaxşı, açıq mənim qapılara övladımın ən azı əl qabiliyyəti olacaq. Bəli, və açıq qapılara müəssisələr xüsusi hazırlaşır. Bütün bacarıqlarını ortaya qoyur, bütün progressiv imkanlarını ortaya qoyur, məhsulları çıxardır ortaya. Məsələn, tutaq ki, aşpazlıqsa aşpazlıq məhsullarını ortaya çıxardır, dadımlıq məhsulları, texnika və texnologiyalar öz Maraqlıdır da istehsal orada, etdiyi təbii. məhsulları ortaya çıxarır. Bərdə məsələn, Bərdə STEAM mərkəzi kifayət mən Bərdədə olanda STEAM mərkəzində o qədər Robotlar falan görürdünüz. 7, 8-ci sinifdə oxuyan uşaqların, 9-cu sinifdə oxuyan uşaqların robot modellərini, qurğularını gördüm ki. O süni qələmlər var. Bəli. Süni qələmlərlə heykəllər düzəldirlər. Yəni Mən STEM mərkəzində olmuşam bir dəfə, çox təəccüblənmişdim. Etizə belə ki, Rəhman robotların davasını məsələn tutaq ki, izləyə bilərsən. Girsən 2 robot düzəldilər ki, deyək ki, komandadır, 3 nəfərdən ibarət, 6 nəfərdir, 3 nəfərdən ibarət komandadır. Bir dənə də pilotları var da o idarə edən və onlar elə düzəldməlidirlər ki, sənin robotun aşmasın, sənin robotun sona qədər əzimliyini göstərə bilsin. Həmin o yarışı bizim Sənaye və İnnovasiya üzrə Peşə Təhsil Mərkəzinin tələbələrinin düzəltdiyi robotlar keçirilmişdir. WorldSkills yarışında. Təhsil Nazirliyinin hər il keçirdiyi STEM tədbirləri olur da. STEM tədbirləri orada peşə məktəbləri gedir yoxsa yox? Aha. Daha bir sual da verim. Bayaq bir məqama aydınlıq gətirdiniz ki, elə peşələr var ki, elə peşə təhsili ilə bağlı istiqamətlər var ki, onlar bugünün standartlarına cavab vermədiyinə görə aradan qaldırılır. Bəs maraqlıdır, məsələn, 1 il, 2 il əvvəl o sahəni bitirən tələbənin bacarıqlarının yenilənməsi üçün aqibəti necə olacaq? Aqibəti necə olur? Gəlir müraciət eləyirmi? Ümumiyyətlə onları diqqətdə saxlayırsınızmı? Peşə vərdişlərinin dəyişdirilməsi üçün. Yoxsa onun birbaşa aidiyyatı yoxdur sizə? Birbaşa aidiyyatı yoxdur, amma o özü kurslara gələ bilər, ixtisas artırma kursuna gələ bilər, qısa müddətli kurslara müraciət eləyə bilər. Hansı ki, bunu da Peşə Təhsil Agentliyi təşkil edir. Qısa müddətli kurslar bizdə ayrıca Qarabağ bölgəsi üçün ayrıcadır, sırf oranın əhalisi üçün. Bir də qısa müddətli kurslarımız var. Yəni istənilən müraciət edə bilər. Əslində onlara həmin o şəxslərə hansı ki o fakültə bağlanır və yaxud da həmin hissə bağlanır, onlara sərf edir. Çünki onlar artıq belə də potensial ən belə lazım olan adamlardır. Axırıncı nəsil olur da. Sonuncu magikanlar. Onlar lazımdılar. Sonuncu magikanlar. Bəli, onlar çox lazımlı adamlar. Bu bir qədər də idarə olunmaz bir mexanizmdir. Məsələn, elə fakültələr var ki, lap ali məktəblərdə də elə fakültələr var ki, artıq yoxdur da. Məsələn, balqarşünaslıq fakültəsi. Nə şünaslıq? Balqarşünaslıq vardı. İllər öncə var. Yadımdadır. Nədir bu? Balqarşünaslıq. Bizim girdiyimiz ildə. Ya bilmirəm, yəni hal-hazırda yoxdur. Niyə olsun? Belə baxanda. Yox, balqarşünaslıq sadəcə başa düşmürəm. Nədir bu? Nə yetişdirir? Nə var orada? Yetişdirmir. Yetişdirmir. Məsələn, Mərkəzi Amerikaşünaslıq var. Amerikaşünaslıq var idi, Avropaşünaslıq var. Ərəbşünaslıq var, nə bilim, belə. Dedim, bəlkə Balqar biberi ilə bağlı hansısa bir yeniliklərə imza atılır. Elə bir ixtisas vardı, şeydə idi. Deyəsəm, səhv eləmirəmsə, ali məktəblərin birində. Bu bir qədər, yəni, bu hər yerə aiddir də, ali məktəblərə də aiddir. Bəli, əlbəttə ki, əlbəttə ki. Təbii, aktuallıq var, aktuallığına itirmə məsələsi var. Bu normaldır. Sizin dediyiniz kimi, sizdən necə ki, yeni peşələr artıq başlanılıb, siz onlara start vermişsiniz. Təbii ki, nəysə bağlanmalıdır ki, nəysə açılsın. Minnətdarıq sizə. Dərin təşəkkürümüzü bildiririk. Həqiqətən çox maraqlı oldu, faydalı oldu. Ümid edirəm ki, bütün məlumatları bizə ötürə bildiniz. Qalan məlumat var idisə. Hələ qalan məlumatımız var idi. Bunu növbəti dəfəyə saxlayarıq. Əgər vaxtımız var, yəni bu barədə söyləyə bilərsiniz. Təşəkkürlər, minnətdarıq sizə. Çox sağ olun. Mən sizə təşəkkür eləyirəm. Çox sağ olun. Belə isti ortam üçün, imkan üçün, peşəni belə gözəl şəkildə, həm suallarla, həm mənə verdiyiniz imkanla təbliğ etdiyiniz üçün minnətdaram sizə. Məncə təbliğ olunmalıdır, çünki peşə çox vacibdir. Hətta bəzən mənə hətta elə gəlir ki, ölkəmizdə artıq həmin o peşəkarlar çatışmır. Yəni onlar mütləq şəkildə eləmək lazımdır ki, daha çox alsınlar. Çünki bir çox ölkələr və millətlər var ki, onların bir dənə sözləri var. Yəni okey, get təhsili al, amma mütləq bir peşəyə sahib ol. Yəni bu doğrudan da çox yerində deyilən cümlədir. Dərin təşəkkürümüzü bildiririk bir daha.